Xırdalan şəhərinin ən hündür və quru ərazisində 119 saylı avtobus xəttinə təxminən 100 metrlik məsafədə tam mülkiyyət Kupçalı 5 otaqdan ibarət həyət evi təqdim edirəm sizlər üçün. Təqdimata başladıq evimizin dəhliz hissəsindən. Belə bir gözəl səliqəli dəhlizi var. Birinci mərtəbə ümumilikdə isti döşəmədən ibarətdir. İlk olaraq təqdim edirəm sizlərə evimizin mətbəxini. Çox gözəl, geniş, işıqlı mətbəxi var. Davam edirik digər hissələrlə. Birinci mərtəbənin sanuzeli. Hər iki mərtəbədə sanuzel var. Birinci mərtəbədə yerləşir mətbəx, qonaq otağı və sanuzel. Görürsünüz, qonaq otağını təqdim edirəm sizlərə. Sənəd Kupçadır. Torpağın və evin kupçası var. Xırdalan şəhərində yerləşir. Hündür, quru bir ərazidə. Evimizin kiçik bir həyət hissəsi var. Avtomobil daxil olmur, amma stol qoyub otura bilirik. Belə bir şəkildə. Ərazidə bütün kommunallar fasiləsiz olaraq verilir. Mərkəzi kanalizasiya sistemi mövcuddur. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə yerləşir 4 yataq otağı və sanitar qovşaq. İkinci mərtəbənin belə bir kiçik dəhlizi var. Bu hissədə sanitar qovşaqdır. İkinci mərtəbəyə aid. Yataq otaqlarını təqdim edirəm sizlərə. Bu birinci yataq otağımızdır. Yataq otağından eyvana çıxışı var. Belə bir kiçik də olsa eyvanımız var. Bir daha qeyd edim sizlər üçün. Evimiz yerləşir Xırdalan şəhərində 119 saylı avtobusun sonuncu dayanacağına təxminən 100 metrlik məsafədə. Yəni yaxşı ərazidir, hündür, quru bir ərazidir. Bu isə digər yataq otağımızdır. Qiymət çox gözəldir. Yəni bugünkü gün 5 otaqlı belə bir həyət evi üçün seçilmiş qiymət əla bir qiymətdir. Burada yerləşir digər yataq otağımız. İstilik sistemi kombi sistemidir, hazır şəkildə çəkilib. Evimizin qazı suyu işığı hər biri qoşulub, kommunal sayğacları qaydasındadır. Bu hissədə isə daha bir yataq otağımız var. Ümumilikdə 5 otaqdan ibarətdir, Kupçalıdır. Hündür, quru bir ərazidə yerləşir. Xırdalan şəhərində 119 saylı avtobus xəttinə yaxın ərazidə. Ətraflı məlumat almaq üçün kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTok'dan izləyirsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.